Səhər kanalının Səhhət Salam verilişində iki siğədən yaranan varlığın bir Azərbaycanlılara namus, qeyrət dərsi keçmək istəyinə baxdıq. Sözün düzü, başı bağlı bu qadının danışığı məni sözün həqiqi mənasında iyrəndirdi. Həm də yazığım gəldi. Bu videonu deyirik. Suallar verirlər. O zaman İran hardaydı? Bizim məscidlərimizdən donuzu çıxarsın. Yaxşı, İran uzaqdaydı, əli də uzanmırdı. Buraxaq İranı bir tərəfə, ya başqa ölkəni. Siz hardaydınız? Meyxanadaydınız, diskoya getmişdiniz, bardaydınız, əylənirdiniz, ya bir yerdə gizlənmişdiniz, indi qeyrətiniz qabardı. O zaman hardaydınız da? Gəldilər, işğal zamanı idi, məsciddə də donuz saxladılar. Ay qeyrətdir, ay namuspərəst, ay qeyrətinə dəyən, ay qeyrətinə toxunan, sən hardaydın, niyə qaçdın? Canın məsciddən sənin üçün daha önəmli olmuşdu da, qeyrətindən daha önəmli olmuşdu. Namus dediyin o məscid, qoruduğun o dini buraxıb getdin və icazə verdin. Sənin şəhərinin, sənin rayonunun, sənin kəndin məscidində birisi özünə icazə verdi və donuz saxladı. Sepah qədələrinin zopası altında bu cür danışmağa məcbur olan qadının sifətdən sifətə düşüb iyrənc rola girməsi çox acınacaqlı tablo yaradır. Bəlkə də bu zavallı Azərbaycanlıdır, bəlkə də dilimizi bilən farsdır, bəlkə də başqa millətdəndir, fərq etməz. Əsas odur, bunu bu günə qoyub televiziyada qadına yaraşmayan ifadələr işlətməyə məcbur ediblər. Buna görə qadından çox onun zopa gücünə efirə çıxardan sepahçılara və mollalara sözüm. Birincisi, Qarabağ savaşında biz tək ermənilərlə yox, 4 ölkə ilə müharibə apardıq. Rusiya dırnaqarası qonşumuz olaraq erməniləri silahlandırdı. Digər mürdəşir qonşumuz İran isə görbagör olmuş Qasım Süleymani kimi terrorçuları Qarabağa göndərib ermənilərlə bir yerdə soyqırım törətdilər. Digər ölkə isə Fransa idi ki, ermənilərə və siz terrorçulara beynəlxalq təşkilatlar və transmilli media ilə dəstək verdi. Və qaçdığınız dediyiniz bir Azərbaycanlılar 1-ci Qarabağ müharibəsində sizlərlə savaşaraq 30 min qəhrəman şəhid verdik. Dünyanın ən böyük və şər ölkələrinin gücü hesabına Qarabağ və rayonlarımız işğal olundu. Amma bir dəfə də olsun mürdəşir sifətinizlə bu işğala qarşı çıxmadınız və ermənilərə güldən artıq söz demədiniz. Əvəzində nə etdiniz? Qarabağda və ətraf rayonlarda yerləşən 7 rayonun və minlərlə kəndin ev eşiyini, təsərrüfatını, mədəni və dini tikililərini daş-daş, kərpic-kərpic söküb İrana daşıdınız. O dediyiniz məscidləri ermənilər dağıtmadı. Siz Fars molla yığını dağıtdı. Ermənilər sadəcə olaraq məscidlərə sizə oxşar donuzlar salıb murdarlamağa çalışdılar. İllərlə Qarabağda narkotik plantasiyaları salıb, məscidlərdə laboratoriyalar yaradıb, sepah üçün pul qazandınız. Ağdamda vərəm xəstəxanası var idi. Acgözlükdən insan sağlamlığı üçün zərərli olan o binanın da daşını, taxtasını söküb İrana apardınız. Sonradan güneydən olan dostlar danışırdı ki, vərəm xəstəxanasından aparılan daş və taxtaları kiməsə satıblar və o bədbəxt də bu materiallardan özünə ev tikib. Bir ay içində ev tikənin ailəsi vərəm xəstəliyinə tutulub. Yəni deməyim o ki, biz Qarabağda siz mürdəşirlər və qeyrətsizlərə görə məğlub olduq. Biz qaçmadıq, gücümüz yetmədi deyə geri çəkildik və zamanı gözlədik. Amma siz din adı ilə, İslam adı ilə, Şiə adı ilə xristian ermənilərin, Amerikalıların, fransızların, rusların əlindən, ətəyindən, arxasından öpməklə onlarla bir oldunuz. Qarabağın tarixi, mədəni, dini mərkəzlərini məhv etdiniz. Belə din tərəfdarısınızsa, Şiə məscidlərini niyə dağıdıb daşını, taxtasını aparıb satdınız? Belə Əhl-i Beyt aşiqi idinizsə, niyə o məscidlərə qeyrətiniz çatıb sahib çıxmadınız? İslam dövləti deyilsiz bəs? Var gücünüzlə bağırırsınız ki, Şiələrin, Əhl-i Beytin himayədarıyıq. Nə oldu? Niyə himayə etmədiniz? Çünki siz mömin yox, münafiqsiz. O ki qaldı bizim öz torpaqlarımıza sahib çıxmağımıza, biz inkişaf etdik, dünyaya açıldıq, müasir texnologiyalara, təhsilə, silah-sursata, texnikaya sahib olduq. Mərd, vətənpərvər gənclik yetişdirdik və savaşıb siz qarışıq erməniləri torpaqlarımızdan iti qovan kimi qovduq. Milyonlarla pul xərclədiniz ki, Azərbaycanda araq atasız. Terrorçular hesabına təxribat törədəsiz. Ocaq Nejad kimi terrorçu başını Bakıya göndərdiniz, casus şəbəkəsi yaratdınız. Sonu nə oldu? Hamısı 2-ci Qarabağ müharibəsində məhv
edildi. Qalanlarını da ölkədən rədd elədik, getdilər. Yadınızda saxlayın, 2-ci Qarabağ müharibəsində tək erməni daşnaqları separatçıları məğlub olmadı. Həm də Rus şovinizmi və fars molla rejimi məğlub oldu. Sizi yandırıb yaxan budur. Bizim qələbəmiz Güney Azərbaycanda milyonlar oyatdı. Öz el obası üçün, torpaqları üçün mübarizəyə qaldırdı. Buna görə dəli olubsuz, buna görə qarnınıza qorxu düşüb deyə ağlınıza və ağzınıza gələni danışırsınız. Bizim qeyrətimizi bütün dünya gördü və bugün bütün dünya bizə hörmət edir. İran rejimi Naxçıvana dron atdı. Dünyada elə bir ölkə qalmadı ki, prezident səviyyəsində bizə dəstək verməsin. Bayquş kimi tək qalıbsınız və sonunuz da yaxınlaşır. Buna görə də hər çatdığınızı qapırsınız, çatmadığınıza hürürsünüz.